Allaha nə qədər söykənsək, Allah həyatımızda lazım olanı eləyəcək. Əgər bizə bir pislik eləyən ağır cəzaya layiqdirsə, Allah deyir, mən bilirəm nəyə layiqdir və mən layiq olduğunu ona verə bilərəm o cəzanı. Deyir, səbr elə, özdə gözəl səbr. Bəzən biz səbr eləyirik, amma Allah kəssin o səbri. 100 cür üzümüzlə, üz ifadəmizlə, hansısa şəkildə intiqamımızı alırıq. Gedək, get. Məsələn, bu gün səbirdir. Səbir belə olmuyor. Səbir edirsənsə, səbir eləməli başlayır. Sən ki, o bir-iki dənə tikanlı söz dedin, get, dəymirəm sənə. O ilə ona Allah, məsələn, deyək, 2 dənə çubuq vuracaqdırsa, birini götürdü da, birini özünü eləmində, girdim meydana. Ona görə deyirlər, bağışlamaq ən böyük cəzadır. Allah həvalə eləmək.